hər yerdə dirənəndə anaya insan pənah aparır. Ana insanı hər şəraitdə başa düşür. Ona görə də bir mənəvi Allahla aramızda da həmişə Həzrəti Fatimənin xüsusi bir yeri olsun. Həzrəti Fatiməyə təvəssül eləyək, təvəssül təkcə hacət istəmək üçün yox, hansısa bir şəkildə nəsə bir hədiyyə eləməklə ona qarşı məhəbbət çox olarsa, deyir ki, bir insanın qəlbində Həzrəti Zəhraya məhəbbət varsa, bu göstəricidir ki, Allahın ona nəzəri var, nə qədər günahkar da olsa. Nəyi itirirsənsə itir, bu eşqi itirmə. Həzrəti Fatimənin məhəbbəti göstəricidir qəlbin paçılığına. Və şükür Allaha, Allah özü şahiddir ki, bu bizim ürəyimizdə var. Ən günahkar özü adam hiss eləyəndə deyir, nə olsun, Həzrət Zəhranın eşqi varsa deməli Allahın nəzəri. Ona görə də mən Həzrət Fatimə salamullahi aleyhanın bu bayram ərəfəsində ruhu önündə baş əyirəm. Həmd eləyirəm ki, nə yaxşı ki, xanım, sən varsan, nə yaxşı ki, sən bizim bu ümmətin anasısan, nə yaxşı ki, Allah səni bizə mərhəmət eləyib, səni bir xeyir, bərəkət olaraq Peyğəmbərə təqdim eləyib.